Salam, axşamınız xeyir olsun hörmətli dinləyicilərimiz. Azərbaycan Nədən Danışdı proqramının növbəti buraxılışını təqdim edirik. Studiyada Yunis Orucovdur. Əziz dinləyicilərimiz, Amerikanın vitse-prezidenti Vensin Azərbaycana səfəri başlayıb. O artıq Prezident İlham Əliyevlə iki tərəfli və geniş tərkibdə görüşlərini keçiribdir. Biz bugün bu barədə danışacağıq və Milli Cəbhə Partiyasının başqan müavini politoloq Məhəmməd Əsədullazadə bizə telefonla bağlanıb. Axşamınız xeyir olsun. Məhəmməd müəllim, Vensin səfərini nə cür qiymətləndirirsiniz? 18 ildən sonra Amerikanın vitse-prezidenti Azərbaycana səfər edib. Bu səfərin əhəmiyyəti barədə sizin fikirlərinizi öyrənmək istəyərdik. ABŞ vitse-prezidenti Vensin Azərbaycana səfəri hazırda yeni dünya siyasi nizamı formalaşır və Amerika Birləşmiş Ştatları da özünün Cənubi Qafqaz siyasətini prioritet elan edib. Ötən ilin demək olar ki, fevral ayından bu proses başlayıb. 8 avqust Azərbaycanla Ermənistan arasında Vaşinqtonda sülh mətninin paraflanması layihəsinin üç tərəfli razılaşması ilə bu siyasətin demək olar ki, əsası qoyulub. Vensin Cənubi Qafqaz səfəri fonunda Azərbaycana səfəri təbii ki, iki tərəfli əlaqələrdə yeni bir mərhələnin başlanması deməkdir və artıq Amerika Birləşmiş Ştatları regionu və onun əsas aparıcı ölkəsi olan Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlıqla maraqlıdır. Məhz 18 il bundan əvvəl Amerikanın o vaxtki vitse-prezidenti Çeynin Azərbaycana səfəri tamamilə bu regional proseslərlə bağlı idi. Amma hazırki səfər daha çox Azərbaycan iki tərəfli əlaqələri və təbii ki, Cənubi Qafqazda burada Amerika artıq institusional şəkildə güclərini itirib layihəsi ilə və burada həmçinin Mərkəzi Asiyaya çıxış Azərbaycan üzərindən və düşünürəm ki, bu səfər artıq regional siyasi nizam və bunun da birgə beynəlxalq siyasi nizama yeni bir Salar qatır, bəli. Bəli. Mən düşünürəm ki, iki tərəfli bu əlaqələrdə strateji tərəfdaşlıq xəritəsinin imzalanması və digər müqavilələrin də imzalanması baş tutacaq və bu da ABŞ-Azərbaycan əlaqələrin artıq strateji tərəfdaş xarakter almasına gətirib çıxaracaq. Məhəmməd müəllim, necə düşünürsünüz? Bu səfər TRIP layihəsində son nöqtəni qoyacaqmı və biz gələn il ərzində bu layihənin icrasını şahid ola bilərikmi? Təbii ki, regional səfəri məhz TRIP layihəsində tamamilə burada işlərin başlanması deməkdir. Yəni Amerika bununla da artıq TRIP layihəsi ilə regiondadır, TRIP layihəsinin reallaşmasında maraqlıdır. Bu müstəvidə də Azərbaycanla bir çox məsələlər barədə danışıqlar aparılacaq, razılaşmalar da əldə olunacaq. Məhz Amerika Birləşmiş Ştatları bu layihə ilə demək olar ki, Məhəmməd müəllim, formalar. Xəttə bir qədər problem var. Xahiş edirik, sabit yerdə dayanın, səsinizi eşidə bilək. Buyurun. Demək olar ki, bu siyasət təbii ki, Vensin regional səfəri TRIP layihəsinin birbaşa burada işlərin başlanması, həmçinin Amerika Birləşmiş Ştatları bununla da mesaj verir ki, artıq regionda var və TRIP layihəsi ilə mövqeyini gücləndirir. Mən düşünürəm ki, bu məsələ ilə bağlı da Azərbaycanla iki tərəfli danışıqlar aparılacaq, razılaşmalar əldə olunacaq. Demək olar ki, TRIP layihəsi də elə bu ildən işlərə başlanacaq. Oranın texniki parametrləri və digər məsələlər, xüsusilə burada Amerika şirkətlərinin artıq işə başlaması. Çünki Azərbaycan Şərqi Zəngəzur istiqamətinə A-bəndə qədər, sərhəddə qədər TRIP layihəsinə kimi demək olar ki, işləri yekunlaşdırıb, qalıb Ermənistan arasında 42 kilometr ərazi. Mən düşünürəm ki, bu müstəvidə də
danışıqlar aparılacaq. Ola bilsin ki, ABŞ, Azərbaycan da birgə həmin TİREV layihəsini Zəngəzur. Məhəmməd müəllim, hal-hazırda Azərbaycan prezidenti və Amerikanın vitse-prezidenti mətbuata birgə bəyanatla çıxış edirlər. Biz indi ona qoşuluruq. Əziz dinləyicilərimiz, sizi yenidən salamlayırıq. Artıq Azərbaycan prezidenti İlham Əliyevlə və Amerikanın vitse-prezidenti Vensin mətbuata birgə bəyanatı başa çatdı. Tərəflər arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalandı. Söhbətimiz qaldığı yerdən davam edir və bir daha sizin diqqətinizə çatdırım ki, politoloq Milli Cəbhə Partiyasının başqan müavini Məhəmməd Əsədullazadə bizə telefonla bağlanıb. Bir daha axşamınız xeyir olsun Məhəmməd müəllim. Artıq Amerika və Azərbaycan strateji tərəfdaş oldular və bu rəsmiləşdi. Siz bu xartiyanın əhəmiyyəti ilə bağlı sizin fikirlərinizi öyrənmək maraqlı olardı. Təbii ki, strateji tərəfdaşlıq xartiyası bu artıq ABŞ-Azərbaycan arasında bütün istiqamətlərdə əməkdaşlıq özündə etibar edən tərəflər artıq demək olar ki, strateji tərəfdaşdır və bu ABŞ-Azərbaycan arasında son 30 ildə demək olar ki, qızıl dövrün yaşamasıdır və bu da göstərir ki, Cənubi Qafqazda artıq yeni siyasi transformasiya formalaşır və Azərbaycan bunun tərkib hissəsi və formalaşdırmaqla Amerika Birləşmiş Ştatları kimi böyük super gücdən artıq strateji cəhətdən əməkdaşlıq edəcək. Bura hərbi, təhlükəsizlik, siyasi, iqtisadi, enerji, kiber təhlükəsizlik, süni intellekt, demək olar ki, müxtəlif sahələrdə əməkdaşlıq formatı formalaşır və bu Azərbaycanın xarici siyasətinin uğurudur. Mən hesab edirəm ki, bu strateji tərəfdaşlıq xartiyası kağız üzərində qalmayacaq, işlər sübut olacaq, effektli olacaq. Bu Azərbaycana qarşı müxtəlif dövlətlərin, mərkəzlərin təzyiqlərində neytrallaşdıracaq. Məhəmməd müəllim, əgər xatırlayırsınızsa, bir neçə il əvvəl Amerikanın Cənubi Qafqazdakı maraqları ən çox Tbilisiyə fokuslanmışdı. Bəli. Ən güclü tərəfdaş rəsmi Tbilisi hesab olunurdu. Amma bu dəfə vəziyyət fərqlidir və artıq bütün diqqət Bakıya yönəlib. Sizcə bu nə ilə əlaqədardır ən çox? Təbii ki, bilirsiniz, Gürcüstan hökumətinin demək olar ki, qərb siyasi kursundan praktik olaraq imtina etməsi, Rusiya ilə pərdəarxası reveransları və rəsmi Tiflisin qəbul etdiyi qərarlar, uzun illər formalaşmış Avro inteqrasiya kursu, Amerika ilə birgə strateji əməkdaşlığı demək olar ki, aparmaması Amerika Birləşmiş Ştatlarının Gürcüstana demək olar ki, siyasi marağın azalmasına və tərəflər arasında böhranı gətirib çıxartdı. Və bundan əlavə, həmçinin Azərbaycan bilirsiniz ki, Cənubi Qafqazda gündəm yaradı. İkinci Qarabağ müharibəsindən sonra yeni bir siyasi nizam formalaşdırıb Azərbaycan. Təbii ki, region aparıcı ölkəsi Azərbaycandır. Əvvəl işğal faktoru var idi, Ermənistan, Azərbaycan. Qarabağ məsələsinə görə uzun illər Rusiya regionda çalışır ki, Ermənistan Azərbaycanı təzyiq etsin, regionda destabilizasiya yaratsın. Artıq bunlar yoxdur. Azərbaycan yaratdığı siyasi, geostrateji proseslər məhz artıq Vaşinqtonun da diqqətini cəlb etdi. Bu xüsusda Azərbaycanla daha çox əməkdaşlığa hazırda yer verilir. Və bir də onu soruşmaq istəyirdim sizdən. Bu səfər Ermənistan-Azərbaycan arasında sülh prosesinə nə cür töhfə verəcək və verə bilər? Təbii ki, bu həmin səfərin də əsas strateji məqsədi yekun sülh müqaviləsində etimadı daha da inkişaf etdirmək, formalaşdırmaq və Amerika burada vasitəsidir və digər ölkələrə də mesaj verir ki, Ermənistan-Azərbaycan arasında yekun sülh müqaviləsinə də Amerika Birləşmiş Ştatları vasitəsi olacaq, qarant olacaq və bu prosesi heç bir ölkə poza bilməz və növbəti mərhələdə də yekun sülh müqaviləsi bağlanacaq.
Çox sağ olun. Maraqlı söhbətə görə sizə Təşəkkür təşəkkürümüzü edirəm. Çox sağ bildiririk. Əziz dinləyicilərimiz, bununla da verilişimiz başa çatır. Biz sizinlə sabah bir də görüşəcəyik. Ona qədər özünüzə yaxşı baxın. Sağ olun.